Gözləyir ancaq gəmilər girsin Fars körfəzinə, Ərəb körfəzinə və orada İran ərəbləri vursun. Güya ərəblər Amerika bazaları saxlayırlar. Daha heç kəs də başa düşmür ki, ərəbi hərbi cəhətdən Amerikaya möhtac eləyən İrandır. İranın hədəsidir. Bu bugünlük proses deyil ki. İran ərəbin əbədi, əzəli, qış, yaz, payız, 4 fəslin 4-ünə də düşmənidir. İran İsraillə dostdur, ərəblə düşmənçilik elədi. İran İsraillə düşməndir, yenə ərəblə də düşməndir. Yəni məqsəd budur. Belə vəziyyətdə Amerika az qala müsəlmanı qoruyan kimi görünür. Atdığı addımlara fikir verin, Səudiyyəyə silah verdi. Ondan biraz qabaq Birləşmiş Ərəb Əmirliklərinə müdafiə, hava hücumundan müdafiə silahları vermişdi. Elə Səudiyyə də verdi. Sözü hamıdan çox İsrailə verdi. Onlardan heç də az olmayan miqdarda İsrailə verdi. Özü də durub Fars körfəzinin ortalığında. Heç bir ərəbin torpağında deyil.